Salam uşaqlar. İndi bizim növbəti dərsimiz tangensi x və kotangensi x funksiyalardır. Amma mən istəyirəm ki, siz əvvəlcə bu funksiyaya başlamamışdan qabaq tangensi x və kotangensi x-in həm qrafiklərini mən burada çəkib qoymuşdum, ay yaxşı ki, silinməyib. Qrafiklərinə baxasınız, analiz eləyək, qaydalarını analiz eləyək, ondan sonra keçək dərsin izahına. Uşaqlar, tangensi x funksiyası, bax qeyd eləmişəm, koordinat başlanğıcından keçir və bunun asimptotları gəlin burada belə göstərim sizin üçün yazıb. Asimptotları bax budur. Sarı xətlər asimptot. Və bunlar heç vaxt tangensi x funksiyası bu asimptotları kəsmir. Sonsuza qədər belə gedir paralel şəkildə, amma heç bir zaman kəsmir. Mənfi pi bölünsün 2 ilə müsbət pi bölü 2 aralığında, müsbət pi bölü 2 ilə 3 pi bölünsün 2 aralığında gedir. Eyni zamanda həm sola, həm sağa. Amma kotangensi x funksiyası isə uşaqlar, fikir verin, mənfi pi bölü 2 ilə müsbət pi bölüsünün 2 aralığında fikir verin baxın. Bu sıfır nöqtəsidir. Pi bölü 2-dən keçəcək. Amma bunun asimptotları pi'dir. Yəni pi'nin misilləridir. Asimptot. Pi'nin misilləridir. Və hər ikisi də tək funksiyadır. Funksiyanı yaxşı bilən şagird baxan kimi görür ki, bu da tək funksiyadır. Koordinat başlanğıcına nəzərən simmetrikdir çünki. Bu da tək funksiyadır uşaqlar. Hər ikisi tək funksiyadır. Yəni tək funksiyadırsa mən baxım bundan biraz çıxıram, buranı keçirəm. Tək funksiyadırsa nə deyə bilərik biz bunun üçün? Deyə bilərik ki, məsəl üçün tangens mənfi pi bölünsün 6. Biz demişdik ki, qarşıya çıxacaq mənfi tangens pi bölünsün 6-ya. Eyni qaydanı kotangensə də yaza bilərik. Kotangens mənfi pi bölü 6, o da qarşıya çıxacaq mənfi kotangens pi bölünsün 6. Aydındır mı nə demək istədiyim? Və yaxud da ki, səndən tangensi x-in və kotangensi x-in həm təyin oblastını soruşa bilər, həm də ki, qiymətlər çoxluğun. Mən danışıram tangensi x funksiyasından. Tangensi x-in təyin oblastı uşaqlar. Bax, bu təyin oblastını belə izah edeyim sizə. Tangensi x funksiyası nə bölünsün, nədir? Sinus x bölünsün, kosinus x deyil. Kosinus harda təyin olunmayıb? Axı məxrəc 0 ola bilməz. Kosinus 0-ı harda alır? 90 dərəcədə, pi bölü 2-də. Deməli, belə çıxır ki, bu funksiya pi bölü 2 üstə gəlinsin pi k-larda təyin olunmayıb. K da həmişə z-dir, tam ədəd. Aydındır mı? Amma qiymətlər çoxluğu y-fimiz isə bizim, uşaqlar. Qiymətlər çoxluğumuz isə fikir versəz funksiyadan da y oxuna. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa gedir. Təyin olasına fikir ver, pi bölü 2-nin misillərindən danışacağım, amma qiymətlər çoxluğu uzana gedir. Və hər ikisi də dövrü bir funksiyadır. Kotangensi x funksiyasında dedik bunu. Kotangensi x funksiyasının uşaqlar təyin oblastı ilə qiymətlər çoxluğuna baxaq. Gəl belə yazım. Kotangensi x funksiyası birinci təyin oblastından danışım. Təyin oblastı kotangensi x özü kosinus bölünsün sinus olduğuna görə sinus x 0-ı harda alır? 0-da alır, düzdürmü? Bir də ki 180-də alır da. Yəni demək istədiyim 0 üstə gəl pi k-larda təyin olunmayıb. Yəni x pi k ola bilməz. K yenə tam ədəddir burada. Y onsuz da yenə şeydir. Qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Ümid edirəm ki, aydındır tangensi x funksiyası və kotangensi x funksiyası. Periodundan mən elə sualların üzərindən danışaram sizin üçün. Gələk birinci suala. Birinci sualda sizə nə deyilir? Deyilir ki, ədədləri arasındakı münasibəti tapmaq lazımdır. Sən də götür ərinmədən 0 ilə pi bölü 2 arasındakı bir dənə bucaq. Pi bölü 3 götür, nə bilim pi bölü 4 götür. Gəlin pi bölü 4 götürək. Tangens pi bölü 4. Bir dənə də sinus pi bölü 4. Uşaqlar, sinus pi bölünsün 4 kökdəki bölü 2-dir. Amma bu isə birbaşa olaraq 1-dir. Deməli, belə çıxır ki, bizim tangensi x funksiyamız hər zaman sinus x funksiyasından böyükdür birinci rübdə. Funksiyanın əsas dövrünü tapmaq lazımdır. Tangensi x-in və kotangensi x-in istəyir dərəcəsi tək olsun, istəyir dərəcəsi cüt olsun, periodu 2 yazıram mən. Pi bölünsün hər zaman x-in əmsalı 5-dir. K-dır, yəni modul K. Buna baxmırsınız. Cavab pi bölü 5 eləyəcək. Və yaxud burada da pi bölünsün x-in əmsalıdır 4-də 3. Bunu tərsi eləyəcək 4 pi bölünsün 3. Haradadır cavab? D variantı. Burada da eləyəcək pi bölünsün x-in əmsalı 5. Всё, getdi. 5 nömrəli sualda deyilir ki, aşağıdakilərdən hansı artandır? Uşaqlar, aşağıdakilərdən hansı artandır deyirsə, baxırsan, ikinci rübdə artandır deyir özdə. İkinci rübdə artandır deyirsə bizə, o da yalnız tangensi x funksiyasıdır. Çünki digər funksiyaların heç biri ikinci rübdə artmır.
Onu da bax qrafikinə fikir versəz baxın burada. Ümumiyyətlə tangens x funksiyası artan bir funksiyadır. Bax, artan bir funksiyadır. Amma kotangens x funksiyası azalan funksiyadır. Azalan funksiyadır. Bu artan funksiyadır. Bu isə azalan funksiyadır. Unutmayın bunları. Gəlin bura. Deməli, ikinci rübdə artan funksiya hansı oldu? Tangens x funksiyası D variantı. Dördüncü rübdə azalan funksiya hansı olacaq? Kotangens x funksiyası C variantı. Kvadratın minimum qiyməti nədir? 0. Ona görə 2 vurulsun 0, çıxılsın 5. Bu ifadənin ən kiçik qiyməti -5 olacaq. Eləcə də bu. Buna 0 versəm 0 üstə gəl 4, 4 eləyəcək. Tangens x və kotangens x-in uşaqlar qiymətlər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Əgər burada kökün altında verilməsəydi cavab. Fikir verin, bu verilməsəydi, mənim cavabım olardı B variantı. Amma bu verildiyinə görə mən kökün xassəsini tətbiq edirəm. Yəni a kvadratı minus 5a üstə gəl 6 sıfırdan böyük bərabər olmalıdır. Təlliyin kökləri hansı ədədlərdir burada? 2 və 3 deyil, 2 və 3-ü qeyd edirəm. Özü hər ikisini də alır. İntervala bölsəm, 10 versəm sağ tərəfdən müsbət, mənfi, müsbət. Mənə müsbət lazımdır. Mənfi sonsuzluqdan 2-yə, 3-dən müsbət sonsuzluğa. Cavab C variantı. Gəlirəm 10 nömrəli suala. Qoyun buradan açım yazım ki, qarışıqlıq olmasın. 10 nömrəli sual. 10 nömrəlini necə analiz eləyərəm sizin üçün? 10 nömrə. Deyir ki, A-mız sinus mənfi 178-dir. Biz demişdik ki, sinus x funksiyası koordinat başlanğıcına nəzərən simmetrik olduğuna görə tək funksiyadır və mənfini atırıq qarşıya. Yalnız kosinus atmırdıq da uşaqlar. Çünki y oxuna nəzərən simmetrik idi. 178 dərəcədə ikinci rübdə sinus müsbətdir, qarşıdakı mənfiyə vuranda elə mənfi eləyir. Amma tangens 195 dərəcə 180 dərəcəyə kimi ikinci rübdür. Amma 195 dərəcə isə üçüncü rübdür. Üçüncü rübdə bu yazıq müsbətdir. Təbii ki, müsbət mənfidən böyük olacaqdır. Elə deyil. Ona görə B-miz, burada müsbət bizə deyir ki, A mənfidir, onda B müsbətdir. A-mız mənfi, B-miz müsbət hansı olacaq? C variantı. 11 nömrəli sualda. Gəlin mən bir gedim. Tangens 3 dərəcə verilməyibsə radiandır. Vuraram 57-yə. Bu 171 dərəcə eləyəcək. İkinci rübdə mənfidir. Tangensi yazıb 3 pi. Pi'nin nədir qiyməti? 3 tam. Yox, o radianla danışmır. Pi 180 dərəcə olduğuna görə 3 dənə 180. 2 dənə 180 atsam bu eləyəcək tangens pi'nin özü. Tangens özü də sinus bölünsün kosinus olduğuna görə uşaqlar. Sinus pi'də 0'dır. Bunun cavabı eləyəcək 0. Üçüncünün də cavabı eləyəcək 0. Bu birinci rübdür, müsbətdir. Bu da dördüncü rübdür, mənfidir. Bizə mənfi olanlar lazımdır. Səhv eləmirəmsə 1 ilə 5 eləyəcək cavab. Var elə. Bəli, Y variantı. 12 nömrəli suala baxın. Deyir pi k-nı almasın. Bayaq dedik ki, pi k-nı almayan hansı funksiyadır? Kotangens x funksiyası. Amma pi bölünsün 2-ni almayan funksiya hansıdır? Tangens x funksiyası. 14 nömrəli sualı necə analiz edərəm? 14'ü belə. Baxın, y bərabərdir tangens sinus x funksiyası. Bu sinus x funksiyası yazıq limitli bir funksiyadır. Mənfi 1-dən müsbət 1-də qiymət alır. Yəni belə bir şey olacaq. Tangens mənfi 1, müsbət 1. Buna dərəcəyə çevirsəm 57 olacaq. Tangens mənfi 57 ilə müsbət 57 arasında neçə dənə ədəd var? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Eyni zamanda 15-də də mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Hansı funksiya təkdir? Yalnız sinus olan funksiya təkdir. Y variantı. Və yaxud 17 nömrəli sualda nə deyəcək? Cüt yəqin. Cüt funksiya kosinus x funksiyası idi. Biz dedik. Buna baxırsınız. Kosinus x bu arqumentdir bizdə. Deməli C variantı. Dördüncü rübdə azalan funksiya hansıdır? Bayaq dedik ki, azalan funksiyadan danışırsa, kotangens x funksiyasından danışacağıq. Aydın oldu. Ümid edirəm ki, aydındır. 19'u özünüz taparsınız. Mən sizin üçün 20'ni yazım. Deyir fx bərabərdir. 2 dənə kosinus m minus 3 vurulsun x üstə gəl 2. Bunun periodu uşaqlar biz demişdik ki, dərəcə istəyir, bu kosinusdur. Dərəcəsi təkdirsə 2 pi'ni böləcəyəm x-in əmsalına modulca m minus 3'ə bərabərdir. Periodun verib ki, sənə pi böl 5'dir. Sənə deyirsən ki, müəllimə, biz bunu öyrənmişdik bir məchul tənliklərin modul bölməsində. Pi'lər gedər. Modul m-3 bərabərdir 5'i 2'yə vurub 10 yazaram. Hansı ədədin modulu 10'dur? Həm müsbət 10'un, həm də ki, mənfi 10'un. Buradan m'imiz 13 eləyəcək. Buradan m'imiz isə mənfi 7 eləyəcək. 2 dənə qiymət burada aldım.
İndi gəlirəm digər funksiyaya. Amma deyir Rx funksiyası uşaqlar. Belə yaz görürəm, ikisinə görəsiz. Rx funksiyası isə 4 dənə tangens n üstəgəlinsin 2 üstəgəlinsin üstəgəlinlərdə burada vurulsun x-dir. Tangensin tək və cütlüyündən asılı olmayaraq period hər zaman pi bölünsün modul k-dır. K-nın yerinə n plus 2 durur. Deyir bunun da periodu pi bölü 7-dir. P'lər eynidirsə məxrəclər də eyni olmalıdır. Yəni modul n plus 2 7 olmalıdır. Hansı ədədin modulu 7-dir? Müsbət 7 ilə uşaqlar mənfi 7-nin. Buradan n'imiz 5 eləyər, buradan mənfi 9 eləyər. 2 dənə qiymət burada aldıq. Ən kiçik qiyməti m-də mənfi 7-dir, bunda da mənfi 9. Ən kiçik qiymətlərinin cəmi təbii ki, mənfi 16 eləyəcək. Gəlirəm növbəti suala. İfadələrindən hansı doğrudur? Pi bölünsün 4 ilə pi bölünsün 2 arasında. Pi bölünsün 4 ilə pi bölünsün 2 arasında mən gətirib qoyuram pi bölünsün 3 uşaqlar. Pi bölünsün 3 qoyub indi hansını götürək? Bir cavabları yoxlayaq. Kosinus pi bölünsün 3 60 dərəcədə 2-də 1-dir. Sinus pi bölünsün 3 gəl belə yazaq da. Bu 2-də 1. Sinus pi bölünsün 3 isə 60 dərəcədə kökdə 3 bölünsün 2-dir. Kökdə 3-dən də 1 tam çıxır, bu 0 tama düşür. O da elə 0 tama düşür. Hansı ifadə deyir doğrudur, düzdürmü? 1 eləyəcək, kökdə 3 bölünsün 2, bu 1 tam neçənisə 2-yə bölürəm. Bu 0,5-dir. O birisi isə 0,5-dən böyük ədəd alınır. Bəli, birincisi bu da doğru. Çox şükür. İkincisi, tangens pi bölünsün 3. Tangens 60 dərəcədə alacaq kökdə 3. Sinus 60 dərəcədə amma kökdə 3 bölü 2-dir. Təbii ki, səhvdir. Hansıdır uşaqlar? Bəli, bir də 4-cü olacaq. Kotangens 60 dərəcənin ədədi qiyməti kökün altında 3-dür. Bu da eləyəcək, daha doğrusu kökdə 3. Kotangens 60 dərəcənin ədədi qiyməti eləyəcək kökdə 3 bölünsün 3. Bunun ədədi qiyməti kökdə 3 eləyir. Kökdə 3 böyükdür, kökdə 3 bölünsün 3-dən. Ona görə 4-cü doğrudur, bir də 1-ci. Variant A variantı eləyəcək. Gələk növbəti suala. Növbəti sualda nə deyilir? Deyilir ki, 22 nömrəli sual. Bir dənə ABC düzbucaqlı üçbucağın verib bizə. Bax, bunu buna bərabər verib. Deyir, BC 12-dir. Yeni sualdır, köhnə topluda yoxdur. BD-ni sənə 5 vermişəm, deyir. 12-nin kvadratının üzərinə 5-in kvadratını gəlsən, Pifagordan 13 alıram. Bunda onsuz da özü bərabər verib. Burada 13 eləyər. Kotangens A bucağını soruşur. Kotangens A. Uşaqlar, bu bucağın, yazmadı ki, bu bucağın kotangensindən danışır. Niyə yazmadı? Bu bucağın kotangensindən danışır. Kotangens A bərabərdir. Kotangens A bərabərdir. Bu bitişik katetin qarşıdakı katete nisbəti. Bura 18-dir. Yəni 18 bölünsün 12-yə bərabərdir. 6-ya ixtisar getsə 3 bölünsün 2 eləyəcək. Cavab 1,5. Sadə sualdır. Eyni 23 nömrəli sualı özünüz yazarsınız. 24 nömrəli suala fikir verin. Ədəd və onun tərsi. Minimum qiyməti bayaqlar demişdik. 2-dən müsbət sonsuzluq alır. Bayaq deyəndə bundan qabaqki mövzuda dedimi? 2-dən müsbət sonsuzluq alır. Əgər x 0-dan böyükdürsə, 1 və 3-cü rüblərdədirsə. Amma 2 və 4-cü rüblədirsə, mənfi sonsuzluqdan mənfi 2-yə kimi. Rübü vermədiyi üçün bunların ikisini birləşdirirəm. 25 nömrəli sualda A da B də 0-dan böyükdür. Gətir 0-dan böyük ədədlərin yerinə bir dənə 3 və 4 qoy. Burada 3 və 4 qoy. Sinus x və kosinus x 0-dan mənfi 1-dən müsbət 1-də təyin olunub bunlar. Elə deyil. Bu fərz elə ki, sinus x-dən kosinus x funksiyası. Bunların arasında qiymət almısansa ödəyir, almamısansa ödəmir. Tangens x-a baxma. Bu istənilən qiymətdə təyin olunub. 4-cüyə bax. 25-in 4-cüsü. Yazıram sinus alfa üstə gəlinsin kosinus alfa. Bir də tangens alfa bərabərdir 2 verilib. Yazıram sinus alfa üstə gəlir kosinus alfa. Tangensin yerinə yazıram sinus böl kosinus bərabərdir 2. Kosinuslar gedir bir şərt daxilindəki kosinus alfa bərabər deyil 0-a. Onda yazıram 2 dənə sinus alfamız 2-dir. Sinus alfamız da bərabər eləyər 1-ə. Şakir deyir, hə müəllimə almışam ödəyir də sinus 1 ola bilir. Axı bayaqlar dedik ki, sinus kvadratı alfa üstə gəlir kosinus kvadratı alfa 1-dir. Burada sinusa 1 verəndə kosinus birbaşa olaraq 0 alır. Axı sənə kosinus 0 ola bilməz bu misalda. Tək belə almamısan ki, deyim, hə, ödəyir. Bu misal buradan gəlib də bura. Ona görə sinus 1 qiyməti ödəməyəcək. Yəni, bu ödəməyəcək cavabı. Ədəd və onun tərsi burada qeyd elədik. Minimum qiymət 2-dən müsbət sonsuzluq alır. Bundan təqribən 1,3 çıxır. Ona görə bu da ödəməyəcək. 4-lə 5 ödəməyəcək. 1-lə 2-dən də hansı ödəmir?
Yerinə qoysam. Yerinə qoysam, mən kalkulyatorla qoyum uşaqlar. 1, bəli, elə 1 ödəmir. Gətirib 3 üstə gəl 4, 7 bölünsün 2 kökün altında 12. Birdən böyük ədəd alındığına görə ödəməyəcək. Gəlirəm 26 nömrəli suala. Niyə variant oldu burada? 26 nömrəli suala. Fx bərabərdir uşaqlar. 6 dənə sinus x, kosinus x, tangens x, kotangens x. Tangens, kotangens araya giribsə deməli problem var. 6-nı mən yazaram 2 vurulsun 3 şəklində. 3 vurulsun. Bu ifadə sinus 2 alfanın açılışıdır. Tangens vurulsun, kotangens də 1-dir onsuz da. Amma problem nədir? Problem odur ki, uşaqlar, bu tangens x funksiyası özü sinus x bölünsün kosinus x-dir. Kotangens isə kosinus bölünsün sinus x-dir. Məxrəc 0 ola bilməz. Kosinus 0 hansı bucaqlarda alır və yaxud sinus 0 hansı bucaqlarda alır? Sinus 0 pilərdə alır. Yəni x pi ola bilməz. Kosinus 0 harda alır? Pi bölünsün 2-də ala bilmir. Yəni mən x-in yerinə 0 qoymamalıyam. Bu ifadə x-imiz 0 olmamalıdır. Göstərməliyəm ki, 0 almır. 0 almırsa uşaqlar, bir də sinus x-in qiymətlər çoxluğu nə idi? Mənfi 1-dən müsbət 1 deyildi. 3-ü mənfi 1-ə vurub mənfi 3 yazaram. 3-ü müsbət 1-ə vurub müsbət 3 yazaram. Yəni cavab B variantı deyil. 0 almır, axı bunların arasında 0 yerləşir. Mənfi 3-dən 0-a, birləşsin 0-dan 3-ə. Aydın oldu. Burada avalli mötəriz olmalıdır. Bu belə. Modul tangens x funksiyası. Modul tangens x funksiyası üçün belə şey deyə bilərəm. Bax, fikir verin. Tangens x funksiyasının qrafiki bu idi uşaqlar. Bax. Mənim tangens x funksiyamın qrafiki bu idi, elə deyil. Amma mənim modul tangens x funksiyasından danışırsa, modul o deməkdir ki, biz bunun müsbət tərəfini götürməliyik. Bu mənfi hissəsini götürməməliyəm. Mənfi hissəsini simmetrik köçürtməliyəm bura. Axı modul mənfi ola bilməz burada. Mənfi ola bilməz nə? Bu mənfi hissələrin heç birini götürmək olmaz. Elə oradan da cavab görsənir ki, B variantıdır. Aydındırmı? Gəlirəm 28 nömrəli suala. Buradaymış da mən çıxdım. 28 nömrəli sualda nə deyilir? 28. Deyir tangens üstü 4 alfa üstə gəl kotangens üstü 4 alfa bərabərdir 47 verib. Mən buna A-nın kvadratı üstə gəl B-nin kvadratı kimi açmaq istəyərəm. O da eləyər A plus B-nin mötərisi də kvadratı çıx 2AB. Belədir də, elə deyil, düsturumuz. Gətirib yerinə qoyaram. Tangens kvadratı alfa üstə gəlinsin kotangens kvadratı alfa. Bunu da kvadratı, qoy birbaşa yazmayayım, bunu da kvadratı. İndi yazacağım tangens kvadratı alfa üstə gəl kotangens kvadratı alfanın kvadratı çıx birinci və ikinci hasilinin 2 misli. Bərabərdir 47-yə. Bu onsuz da 1-dir. 1-in kvadratı yenə 1 eləyəcək. Yerdə qalacaq tangens kvadratı alfa üstə gəl kotangens kvadratı alfanın kvadratı 47-nin üstünə 2 gəlib 49 yazaram. Tangens kvadratı alfa üstə gəlinsin kotangens kvadratı alfada hansı ədədin kvadratı 49-dur? 7. Mənfi 7 yazmıram çünki kvadrat mənfi olmur. Bunu yenə bu düsturla açıram. Bir dəfə bunların cəmi, indi minus varsa minusun yazıram. Kotangens alfa fikir verin, bu düstura yazıram. A kvadrat üstə gəl B kvadratı. Bu səfər A minus B kvadratı üstə gəl 2AB ilə açıram. Çünki bizdə minusun soruşur. Tangens alfa minus kotangens alfanın kvadratı üstə gəlinsin 2 dənə tangens alfa kotangens alfa bərabərdir 7-yə. Bu 1 eləyər. Tangens alfa çıx kotangens alfa 7-dən 2 çıxıb 5 yazaram. Özləri nəyə bərabər olacaq müəllimə? Təbii ki, kökün altında 5-ə. Variant A variantı. Gəlirəm növbəti suala. 29 nömrəli sualda nə deyilir? Deyilir ki, bu funksiyanın periodu tangensin periodundan danışırsa qorxmuruq. Çünki bir dənə yadımızda saxlayırıq ki, bizim periodumuz pi bölünsün modul K-dır. K-mız da A minus 5-dir. Bərabərdir uşaqlar modul. Pi böl 7 verib. Pi'lər gedər, bundan bayaq yazdıq. Modul A minus 5 bərabərdir 7-yə. Hansı ədədin modulu 7-dir? Müsbət 7 ilə mənfi 7-nin. Buradan A-mız 12 eləyər. Buradan A-mız eləyəcək mənfi 2. A parametrinin ala biləcəyi qiymətlərin cəmini istəyir. Mənfi 2-nin üstünə 12 gələrəm. Cavabımız eləyəcək 10. Gəlin 30 nömrəlində yazım. Çünki hamısı fərqli suallardır. Fx bərabərdir 2 dənə kosinus pi böl 3 ax üstə gəl 5. Bunun periodu neçədir deyir? 3-dür. Sən deyirsən ki, mənimə bunun periodu
dərəcə təkdirsə 2 pi-ni bölürəm, x-in əmsalı özdə modulda. Pi bölünsün 3 ədəddir, modula salmıram. Amma a-nı salıram modula. Bərabərdir, bunun periodunu 3 verib sənə. Bu 3 ilə bu 3 gedəcək, pi ilə də pi gedəcək. Deməli, buradan alınır ki, modulamız 2-dir. Bu getdi. Sonra deyir ki, bu funksiyanın modulunu tapmaq lazımdır. 4 dənə tangens, pi a x çıx 3. Tangensin də periodu pi bölünsün, x-in əmsalı modulda, pi-ni modulda yazmağa ehtiyac yoxdur. Modulanı yazıram, yalnız modulda. Həm funksiyasının periodunu tapmaq lazımdır. Pi-lər gedəcək, 1 bölünsün modula qalacaq. 1 bölünsün moduladır, uşaqlar, biz modulanı bayaq almışıq ki, burada 2-dir. 1 bölü 2, o da 0.5 eləyəcək cavab. Gəlirəm neçə nömrəli suala? 31 nömrəli suala. Fx funksiyası bərabərdir. Tangens üstə gəlinsin 1 bölünsün, düz yazdım. 1 bölünsün tangens x funksiyasının ən böyük mənfi qiymət alarsan. Biz dedik ki, ən böyük mənfi qiyməti bunun bu özü eləyəcək mənfi 2 koşu bərabərsizliyinə görə. 2 dənə ədəd və tərsi mənfi 2 alıbsa, deməli bu da mənfi 1-dir, bu da mənfi 1. Şimdi götürüb yerinə qoy. Mənfi 1 almamısan, mənfi 1 üstü 6, mənfi 1 üstü 6. Dərinlərə getməyə ehtiyac yoxdur. Cavab eləyəcək 2. 32-ni yazmıram, 33-ü yazmıram uşaqlar. Bunlardan onsuz da eləmişəm. 40 nömrəli suala baxın. Funksiyaların qrafiklərinin kəsişməsi deyirsə, bunları bərabərləşdirirəm. Hər ikisi kəsişibsə bunlar, bərabərləşəndə eyni qiyməti almalıdırlar. Bunlar birinci rübdə eyni qiyməti harda alırlar? Pi böl 4-də almırlar. Onda ədədi qiyməti neçədir? 1. Apsis oxuna qədər məsafəni soruşduğuna görə cavabı yazıram. Apsis oxuna qədər məsafəmiz eləyəcək 1. Elə burada da mənfi pi bölü 2 ilə 0 aralığında kəsişmə nöqtəsindən danışırlarsa, hər ikisi mənfi 2 pi-dən çıxacaq pi bölü 4. Orada alacaq, bu da eləyəcək yenə 1. Ümid edirəm ki, suallar aydındır. Növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.